Avropaya getmək istəyənlərin nəzərinə bu vacib xəbərdarlığı diqqətinizə çatdıracağıq ki, səhvi təkrarlamış olmayın siz də başqaları kimi. 28 avqust tarixli və gündəm xəbərin efirində məlumatımız belədir. Son illər bir çox səbəblərdən Avropaya getmək istəyənlərin sayında artım müşahidə olunur və bu səbəbdən də dələduz şirkətlər də insanları aldatmağa və pullarını almağa daha çox cəhd göstərirlər və bu işin incəliklərindən xəbəri olmayan insanlar da təbii ki, Avropa eşqi ilə tez şəkildə, asan şəkildə tələyə düşürlər. Bəs nə etmək lazımdır ki, aldanmayasınız və bununla bağlı konkret açıqlama verən AK Partiyanın sözçüsü Cavanşir Abbaslı deyir ki, Azərbaycanda bu məsələ hər zaman ciddi problem olub. Müxtəlif sahədə dələduz şirkətlər ortaya çıxır. Təəssüf ki, insanlar belə dələduz insanlara daha tez inanırlar. Yəni, başqasının başına açılan oyunlardan xəbərdar olsalar belə, yenə də tələyə düşənlər var. Son olaraq, Nigar Fərhad nümunəsi onu göstərdi ki, ölkədə hələ də bu cür dələduz şirkətlərə inananların sayı çoxdur. Elə şirkətlər var ki, insanları səyahət adı ilə aldadıb külli miqdarda pulunu mənimsəyirlər. Ancaq heç bir iş görmürlər. Vədləri yerinə yetirilmir və Avropaya gedən insanlar da ortalıqda qalırlar və küçədə yatmaq məcburiyyəti ilə də üzləşir və hətta iş tapa bilmirlər. Belə olan halda etirazlar da heç bir fayda vermir. Ona görə də hesab eləyirəm ki, dövlət tərəfindən bu məsələlərlə bağlı ciddi bir addımlar atılmalıdır və onlara qarşı da sərt cəzalar tətbiq edilməlidir ki, digərlərinə də dərs olsun. Bu cür şirkətlər yaradıb insanların hissləri ilə oynamasınlar. Xüsusilə də hüquq mühafizə orqanlarının üzərinə bu məsələdə ciddi məsuliyyət düşür. Lisenziyası, qeydiyyatı olmayan şirkətlərə qarşı təcili tədbirlər görmək lazımdır, deyə Cavanşir Abbaslı fikirlərini bildirib.